ağlıma da gəlməzdi ki, evdə corat qutabı bişirə biləm. Bircə dəvə əti tapmadım nəcəbsə, amma eyni dadı aldım desəm inanmazsınız. Malati və quzu quyruğunu maşından keçirdib soğan qatıram. Doz istiotla içliyi yoğururam. Biraz da su və şəkər tozu qatıram. Xırçıltılı olması üçün bitki yağı ilə sadə xəmir yoğururam. Un, su, duz, yağ və salam. Xəmir dincələn kimi 30 qramlıq kündələr ayırıram. Bu qramla 1 kilo undan 43 ədəd qutab alınır. Kündələri yayıb 20 qramlıq ətləri içinə qoyub qutab kimi bükürəm. Kənarını çəngəllə bağlayıram. Bu cür işlərin mənə terapiya kimi gəldiyini artıq bilirsiniz. Soba sinisinə yığıb mütləq və mütləq üzərini su çiləyirəm. Bunu eləməsəz corat adını unudun. 200 dərəcədə bişirirəm. Qutabların yanında seçimim təbii və təzə Milla kəndi sulu qatığı oldu. Hər yeməyə uyğun kremli və ləzzətli dadını çox bəyənirəm. Sumaqlı, nanəli, acı paprikalı elədim ki, rəngləri olmayan iştahımızı daha da açsın. Gəl indi yemə. Hər restoranda çəkilmiş ətlə olan yeməyi rahat yeyə bilmirəm. Evdə eləmək mənim üçün prioritetdir. Bəs sizcə dəyərmi bu qədər əziyyətə, yoxsa nə olsa restoranda yesək yaxşıdır?